Dünyada o kadar dərdlər var ki, adam altından qalxanmır. Bu dərdlərin öhdəsindən gəlmək üçün Allaha sığınmaq lazımdır. Amma insanlar fərqli şeylər axtarırlar ki, görək neyniyə bilərik ki, bu sıxıntıların altından çıxaq. Ağıllarına əyləncələr gəlir ki, çoxlu əylənsək, bəlkə unudarıq. Müvəqqəti olaraq insan unudur, amma sonra dönür dolaşır, yenə başınıza eyni düşüncələr, eyni şeylər gəlir. Ona görə dünyadan məncə küsmək lazımdır. Yəni, dünyanın başını bıraxmaq lazımdır. Əlbəttə ki, bu gördüyün işlə bağlı ciddi olmalısan, pul qazanmalısan, xoşbəxt olmağa çalışmalısan. Dünyəvi yönü ilə insan özünü təmin eləməsə, başqa yönü ilə təmin eləyə bilməz. Çünki o hiyerarxiya qorunmalıdır da. Maslovun hiyerarxiyası qorunmalıdır. Hiyerarxiyası. Amma insanlar imanda biraz çətinlik çəkirlər. Çünki materialist dünyada iman etmək çətindir. Ağla çox önəm verirlər. Ağılla, məntiqlə bir şeyin izahını eləməyəndə insanlar ondan uzaqlaşırlar. Halbuki əslində ağıl da bir yerə qədər insanı götürür da. Məsələn, deyək ki, cənnət, cəhənnəm bunlar ola bilərmi? Və ya insan əvvəldən götürək ki, insan öləndən sonra təzdən dirilməyi necə ola bilər? Ağıl almır da. Yəni, öldün, torpağa qarışdın. Bu insan təzdən necə dirilə bilər ki? Belə baxanda, saf axılla baxanda, yəni düz axılla baxanda belədir. Çünki məntiq olaraq görsən ki, çürüdü getdi və bundan təzdən adam olmaz. Amma biraz geniş perspektivdən baxanda, məsələn, toxum torpağa düşür, çürüyür. Amma oradan bir ağac çıxır, oradan bir çiçək çıxır. Bir həyata mənbə olur. Zaten imanın esprisi də buradadır da, incəliyi də buradadır ki, biraz genişdən baxıb oxumaq lazımdır. Hadisələri anlamağa çalışmaq lazımdır. O gün kəramətin danışmağına baxıram. Özü də bilmədən önəmli bir şey deyir. Deyir ki, Allaha inanmaq elə bir şeydir ki, inansan var, inanmasan yoxdur. Güya indi bunun özündən deyir. Amma yox, düz deyil. Deməli, elə bir şey var. Deyir ki, Allah deyir ki, mən qulum mənidir, necə zənn eləyirsə mən eləyəm. Bir insan əgər fikirləşirsə ki, Allah yoxdur, haşa və kəlla, Allah ona o bir tərəfdə yox kimi olacaq. Yəni, görünməyəcək. Sən deyirdin yoxdur, bax elə də qarşına çıxacaq. Bir insan Allahı mərhəmətli olaraq düşünürsə, əff edici olaraq düşünürsə, qarşısında elə bir Tanrı, elə bir Allah görəcək. Ona görə o dediyi sözdə bir həqiqət payı var ki, Ənə innə zanni abdi bi, qulum məni necə düşünürsə, mən ona elə müamilə eləyərəm, mən ona elə qarşılıq verərəm. İmanda bir də bu məsələ də var ki, biz standart bir dünyada yaşayırıq da, nə mənada? Kainat sisteminə baxanda, yerin öz quruluşuna baxanda, günəşlə yerin münasibətinə baxanda, hər şey nizam-intizam içində qurulub və bir standardı var da. Deyirsən ki, məsələn, filan saatda, filan yerdə günəş çıxacaq. Bunu hesablayırlar.
Nəyə görə bunu hesablaya bilirlər? Çünki standartdır da, müəyyən bir standart var. Zaten elm də oradan çıxır. Əgər elə bir standart olmasaydı, elm çıxmazdı ortaya. Çünki heç nə qərarında olmayanda bir müəyyənlik ona təyin eləmək olmur. Bir müəyyənlik qoymaq olmur. Məsələn, göydən armud Newtonun başına düşdü, oradan yer cazibə qüvvəsini kəşf elədi. Amma bir dəfə başına düşsəydi, bir dəfə göyə uçsaydı, elə bir qanunu insanlar kəşf eləyə bilməzdi. Nə təyyarə kəşf olunardı, nə raket. İndi gəlin belə baxaq ki, bu qanunları qoyan Allah, bu elmi yaradan Allahdır. İnsanın beyninə o düşüncəyi qoyan Allahdır. İndi belə hər şeyə qadir bir Allah bu dünyanı dağıdıb, bu dünyanı məhv eləyib, qiyamət deyirik. Yeni bir dünya qura bilməzmi? Bu insanı torpaqda çürüdükdən sonra onu yenidən yarada bilməzmi? Günəşlə yer arasındakı məsafəni 150 milyon kilometrdə tutan, 150 milyon kilometr tutan Allah. Yani onu yaxınlaşdırsa dünya dağılar, yanar. Uzaqlaşdırsa dünya buz olar. O məsafədə tutmaq, o məsafənin o bucaqlarını dəyişdirərək o yer üzərində müxtəlif fəsillər əmələ gətirmək. Çox incə hesablardır bunlar. Bunları eləyən Allah nəyə görə insanın ağılına yerləşdirə bilmir ki, bir cənnət yarada bilər, bir əbədi həyat yarada bilər? Yarada bilər. Çünki onların hamısına qadirdir. Allah hər şeyə qadirdir. Və ey insanlar, bunu belə düşünməyin ki, mən inanırsamsa ağılsızlıq eləyirəm ya da inanan insanlar biraz sadəlöf olurlar. Xeyr. İnsan yenə insandır. Amma inanmaq burada onu biraz dəyişdirir. Nə yöndən dəyişdirir? Onu biraz daha ilk başta rahatladır. Deyir ki, sən bu dünyada öz başına deyilsən. Sən bu dünyada bir hami var. Yəni Allah səni qoruyur. Ölsən belə sənin həyatın məhv olmur, puç olmur. Bunun bir dəyəri var, bunun bir qiyməti var. Bunun çox yüksək bir dəyəri var. Və yavaş-yavaş dinin içinə girəndə görürsən ki, o həmin Allah səni özünə muhatap alır. Səninlə danışır, sənə yol göstərir və sənə mərhəmət göstərir. Bütün bunlar insanın o əvvəl düşündüyümüz sadəcə dünyəvi olan problemlərini bir çırpıda, bir anda yox edir və ona həm bu dünyada, həm axirətdə bir səadət bəxş edir. Ona görə də Allah hər kəsə iki dünyada səadət versin. Bunun da imandan başqa yolu yoxdur. Və iman etməkdə çətin deyil. Sadəcə bir qərar məsələsi, bir tərcih məsələsi. Bəli, mən iman edirəm deyib o yola addım atmaq lazım. Bu qədər.